Ümumiyyətlə o alimləri yox, çobanları təhqir edir, əgər elə deyilsə, mən baxmamışam. Çünki toplumda, cəmiyyətdə ən saf insanlar çobanlardır. Siyasətlə işləri yox, çıxırlar dağda, qoyununu keçsin otarır. Səsi olanlar da bir bayat oxuyur özü üçün, axşam da qayıdır evə. Yəni onun problemi, gündəlik problemi o heyvanları otarıb evə qayıtmaqda ayrı problemi yoxdur. Ona görə heç kimə bazalaq gəlmir, fırıllaq gəlmir. Gördüyü insanlarla da səmimi söhbət eləyir. Yəni mən tanıdığım çobanlar, gördüyüm hətta çobanlar hamısı müsbət adamlardır. Amma bu özünə çoban deməyi əlbəttə düzgün deyil. Əgər bu özü çoban sayırsa, deməli otardığı nəsə var da, güya deyib ki, alimlər işləyir əlinin altında. Deməli, alimləri otarır da bu adam. Görürsünüz, bu da həm çobana sataşır, həm də alimlərə. Amma bütün bunlara baxmayaraq, mən o insana normal bir adam kimi baxıram. Tanımıram, həyatda görməmişim. Amma oradan-buradan eşitdiyimə görə savadsızın biridir, amma bacarıqlıdır. İş bacarandır. Kimlə hansı dildə danışmaq lazımdır, onu bilir. Təbii ki, yuxarılarda da Urus demişkən paddeşkası var. Ona görə də xod gedir.